Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim, videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizlə bölüşməyi unutmayın. Sizlərin də nəsə bir əlavəniz olsa bizlə bölüşsəz, şad olardıq. Artıq yazın ən gözəl vaxtındayıq. Yavaş-yavaş yazın sonları yaxınlaşır, artıq istilər başlayır. Birazdan demək olar ki, həm heyvanların çöldə keçirdikləri vaxt, otlamaq müddətləri də qısalasıdır. Çünki indiyənə qədər hava məsələn saat 10-dan 11-dən sonra çox isti olurdusa, artıq yavaş-yavaş səhər saat 9-dan sonra da demək olar çölə çıxmaq mümkün olmayasıdır biz tərəfdə. Axşamlar da hardasa 5-dən 6-dan sonra heyvanların çölə çıxma imkanı olasıdır. Ona görə bu dövrlər elədir ki, nə qədər çox heyvan bu dövrdə otlaya bilsə, özünü toplaya bilsə, o qədər yaxşıdır. Biz də əlimizdən gələn qədər bunu eləməyə çalışırıq. Görək sağlıq olsun, inşallah yaxşı olar. Bugün nədən danışmaq istəyirəm? Demək, bunu təcrübə ilə artıq yavaş-yavaş belə deyim də öyrənmiş oluruq ki, belə bir məsələ var. Mən bunu hər kəsə demirəm, amma ümumən gördüyüm bəzi elədiyimiz səhvlər var ki, burada misal üçün heyvanlara verdiyimiz qidalar. Yəni burada əslində təsərrüfatda baxılmalıdır ki, biz bu heyvanı nə üçün saxlayırıq və o heyvandan nə kimi istifadə eləyəsik. Yəni onun ətindən istifadə eləmək planlaşdırırıq, onun südündən istifadə eləmək planlaşdırırıq. Südünü süd kimi istifadə eləyəsik, yoxsa pendir düzəldəsik. Buna görə bizim heyvana verdiyimiz qidanın tərkibi, rasionun tərkibi miqdarı dəyişməlidir. Yəni. Amma mənim təcrübəm onu göstərir ki, demək olar ki, bizdə dədə-babadan gəlmə standart bir yanaşma var. Ən çox bildiyimiz, ən çox tanıdığımız və ən asan üsulla əldə eləyə biləcəyimiz yemlər hansılardırsa, onları əldə eləyirik və belə biraz doğru dildə desək, ağına bozuna baxmadan elə bütün heyvanın hamısına o yemi veririk və nəticədə də istədiyimiz tam məhsuldarlığı əldə eləyə bilmirik. Yəni, bu ən böyük problemlərdən biridir mənim düşüncəmlə və bunun həll eləməyə yolu da odur ki, biraz daha fərqli baxmağa öyrənməliyik. Yəni, məsələn, tutaq ki, əgər biz bir heyvandan süd sağmaq istəyiriksə, buna təkcə ən çox Azərbaycanda yayılmış yemlər, arpa, buğda, qarğıdalı verməklə bu nəticəni əldə eləyə bilməyəsik. Çünki südün tərkibinə baxdıqda, onu tərkib hissəsi nədir, nədən formalaşır, ona baxdıqda görürük ki, burada yəni arpa, buğda, qarğıdalı verdik və bəzən insanlar deyə bilir ki, mən bu heyvana yetərin, lazım olandan da çox yem verirəm, amma bir nəticə yoxdur ortada. Demək ki, səhv elədiyimiz bir şey var burada. Heyvanın saxlanma şəraitində problem olur, verdiyimiz qidalarda. Məsələn, hal-hazırda və bizdə görürsünüz, bu özümüzün bağımızdır və digər ərazilərdə yamyaşıldır hər yer. Yəni, kənardan buna baxan adam deyər ki, bu otun içində otlayan heyvan, yəni bu keçilər, demək olar ki, gün ərzində bəlkə bir 6-7-8 saat bu otun içində olurlar, amma gəl ki, sən buna yemi verməsən, tək bu otla bu keçidən süd ala bilərsən, mümkün deyil. Bunun da əsas səbəbi nədir? Burada bizim bu həyətyanı sahədə çıxan bu otlar, bu otların qida dəyəri çox aşağıdır. Və nəticə olaraq da, əgər biz heyvandan süd sağmaq istəyirsə, buna çox ciddi şəkildə diqqət eləməliyik. Yəni, heyvanın yediyinə, misal üçün, dağlıq ərazilərdə yaşayanlar və yaxud da ki, tamam fərqli bir bölgədə, misal üçün, bizim elə özümüzün qonşu kəndlər var ki, o kəndlərin ot tərkibi, olan otların fərqliliyi bizdən ciddi şəkildə fərqlənir və həqiqətən öz fərqini hiss elətdirir. Çox bir 5-10 kilometr uzağa getdikdə baxsan ki, ciddi fərq var. Buna görə də birinci bilməliyik ki, biz
bu heyvana verdiyimiz ot, südü əldə etmək üçün yetərlidirmi? Və yaxud da ki, verdiyimiz yem süd almağımız üçün yetərlidirmi? Südü aldıqdan sonra da bu südü əgər süd kimi satasıyıqsa öz yerində, amma bundan biz pendir əldə etmək istəyiriksə, həmin südün tərkibi, qatılığı, yağlılığı, onun tərkibində olan proteini olsun, zülalı olsun, yağı olsun, yetərlidirmi ki, biz lazımi məhsuldarlığı alaq? Yəni, bunu mən təcrübə ilə deyirəm ki, sizə son 3-4 ildəki təcrübədən ki, verdiyin yemlə çox şey asılıdır, yəni ciddi şəkildə fərq eləyir. Ona görə də məsələn, bugün istədim sizlərlə bunu bölüşüm ki, məsələn, arpa, buğda əslində və qarğıdalı dədə-babadan bizdə ən çox istifadə olunan yem vasitəsi. Xüsusilə də bizdə çökəltmə üçün. Bu, çökəltmədə və yaxud da ki, qış aylarında heyvana veriləndə heyvanın enerji mənbəyidir və ciddi şəkildə yağı var tərkibində qarğıdalının məsələn, ciddi şəkildə faydası olur. Amma süd tərəfinə gəldikdəsə, arpa və buğda ilə, qarğıdalı ilə tam o effekti ala bilmək mümkün deyil. Çünki arpanın tərkibində protein miqdarı 10-12%-dir. Buğdanın tərkibində protein miqdarı 14-16%-dir. Qarğıdalda bu daha aşağıdır. Yağ cəhətdən qarğıdal daha yağlıdır. Amma bayaq dediyim kimi süd sağmaq istəyiriksə və bu süddən məhsul almaq istəyiriksə, burada protein ən vacib məsələlərdən biridir. Protein tərkibi də ən çox harda var? Günəbaxanın, pambığın, ondan sonra digər toxumlu bitkilərin toxumlarından yağ alındıqdan sonra ortaya çıxan o jımıq dediyimiz yemdə var ki, və buna diqqət eləmək lazımdır. Düzdür, bu bizdə çox yayılmayıb. Məsələn, son dövrlərdə Azərbaycanda günəbaxan əkimi artıbdır. Onun tumundan daha çox istifadə olunur. Günəbaxan, onu paketləyib günəbaxan simişka kimi satırlar. Amma yağ istehsalı da getdikcə artır və bu jımıq ən faydalı yemlərdən biridir süd üçün. Hələ məsələn, xüsusilə də əgər siz çəpişlərə yem vermək istəyirsinizsə, çəpişlər üçün, onların böyüməsi üçün protein ən vacib məsələlərdən biridir. Yəni, südün tərkibində protein var, onu çəpişi süddən kəsdikdən sonra buna alternativ bir şey verilməlidir və burada həmin yemlər devrəyə girir. Təcrübə də göstərir ki, yəni arpa, buğda, qarğıdalı verməklə siz bu çəpişi ancaq kökəldirsiniz. Amma burada vacib olan nədir? Bu çəpiş inkişaf eləməlidir, böyüməlidir. Bunun, məsələn, kökəltmənin özündə də əzələ kütləsi də gəlməlidir. Yəni, tək yağlandırma ilə iş olmur. Yəni, yağlandıqda heyvan bir yerdən sonra dolur və siz məcbursunuz bunu satasınız. Ona görə bu yem rasionuna qərar verəndə mənim fikrimlə onu ciddi araşdırmaq lazımdır ki, məsələn, hazır süd yemləri satılır. Əslində, onlar da çox bahadır. Yəni, 60 qəpik, 70 qəpikdir onun kilosu. Belə baxanda bir keçiyə gündə 1 kilo süd yemindən alıb verəcək olsanız, bunun xərci borcunu ödəmir. Amma alternativlər var. Bu alternativləri bir baxmaq, yoxlamaq lazımdır. Bir digər məsələ də bayaq dedim sizə, südün tərkibində olan bu protein və zülal üçün ən vacib qidalardan biri yonca bitkisidir. Azərbaycanda bitən ot bitkilərinin içində ən çox tərkibində protein olan, qida dəyəri ən çox olan bitkilərdən biridir yonca. Yoncanın bir alternativi də qanqaldır. Düzdür, qanqalı biraz tikanlı olduğuna görə heyvanlar adətən keçilər yeyir, amma o qədər də çox yemir. Amma bunu məsələn silos şəklindəmi və yaxud da ki, əzib bir heyvana vermək daha faydalı olar. Hətta qanqalın yoncadan üstün tərəfi budur ki, məsələn, yoncanın heyvanı köpdürmə riski var. Yəni, şehli-şehli, səhər tezdən heyvan onu yiyərsə köpə bilər, amma qanqalda belə bir risk yoxdur, heyvanı köpdürmə kimi bir risk yoxdur. Ona görə mənim tövsiyəm, yaxud da ki, fikrim deyim, artıq budur ki, bir təsərrüfat qurulduğu zaman mütləq və mütləq ən vacib məsələlərdən biri budur ki, birinci doğru araşdırılmalıdır ki, yəni mövcud əlimizdə olan yemlər, istər ot olsun, istər dənli bitkilər olsun, bunlar nələrdir və bunlara alternativ nələr əldə edə bilərik? Plus da, yəni, müxtəlif variantları yoxlamaq lazımdır ki, ən yaxşı nəticə əldə olunsun. Yoxsa kör təbii bir şəkildə
əlində olan və yaxud da ki, əlini çata bilən, ən asan əldə edə biləcəyimiz, ən ucuz tapa biləcəyimiz deyim, yemləri alıb verməklə ciddi şəkildə nəticə əldə etmək mümkün deyil. Təbii burada dam şəraiti var, baxım şəraiti var. Bunlar vaxtı-vaxtında heyvanların iynəsidir, dərmanıdır, vaksinasiyasıdır. Bunlar daha geniş mövzulardır. Amma bu gün istədim əsasən bu yem tərəfinə bir baxaq ki, yəni doğru yemi necə seçə bilərik? Doğru yemə, yem rasionuna necə qərar verə bilərik və yaxşı məhsul almaq istəyirsə, məhsulların yaxşı olmasını istəyiriksə, nələrə diqqət eləməliyik? İstədim bununla bağlı bir danışam. Sözsüz ki, bu reallıq ərazidən əraziyə dəyişir. Məsələn, bizim Azərbaycanda müxtəlif bölgələr var. Elə bir ərazilər var ki, dağlıq bölgələr, orada olan bitki örtüyü, istər meşəsi, istər düzənliyində olan bitki örtüyü elə o qədər zəngindir ki, orada əlavə yem verməyə ehtiyac yoxdur. Amma bəzi bölgələrimiz də var ki, elə xüsusən bizim bölgə, burada və bizim özümüzün bu ərazimiz, burada yəni bu ota aldanıb, heyvana bir yem verməsən, demək olar ki, sən elə ki, yerində sayarsan, yəni öz xərcini zorla çıxarasıdır. Ona görə yəni ən idealı budur ki, yoxlamaq lazımdır. Müxtəlif variantlara baxmaq lazımdır. Yəni mənim tək bildiyim və ən doğrusu budur yanaşması hər zaman özünü doğrultmaya bilər və o əziyyət də bəhrəsiz qala bilər yəni. Ona görə bu gün istədim bununla bağlı öz fikirlərimi bölüşüm. İnşallah sizin də bir əlavəniz olarsa, fikriniz olarsa, bunu bizimlə bölüşsə şad olardıq. Görürsünüz də burada məsələn bu dəqiqə ot cəhətdən heç bir problem yoxdur. Yonca var, hansı ki bu at yoncası deyirik də buna, bəzən təpəl yonca da deyirlər və digər otlar var, amma reallıq budur ki, bu ot tərkibindən bu heyvanların tam məhsul verməyi, tam məhsuldarlığı mümkün deyil. Yəni, məsələn, heyvana baxırsan ki, onun gündəlik verdiyi süd miqdarına yem verməsən, heyvanın yelini dolmur. Bu günlük bu qədər. İnşallah növbəti videolarda görüşərik. Allah amanında.